Səncə bu Şərurlu İsfəndiyar kimi adamlar niyə bu qədər müzakirə olunur? Ümumiyyətlə cəmiyyətdə varlı adamlara həm bir heyranlıq var, həm də bir nifrət var. Konkret bir misal üzərindən misal çəkim. Şəmsdan Əlzamanlı var, hamının tanıdığı, hərbi vətənpərvərlik mahnısını oxuyan bizim sənətkarımız. Bir də meyxanaçı Balali var. Şəmsdan müəllimin sürdüyü maşın 10-15 min manat civarında bir maşındır. Balalinin sürdüyü maşının 150 min qiyməti var. Cəmiyyət daha çox Balalini tanıyır, Balaliyə can atır, onu görməyə can atır, onunla şəkil çəkdirməyə can atır. Ümumiyyətlə zəngin adamlardan insanlar çox danışmaq istəyirlər, onu tanımaq istəyirlər. Bir də bu adamın danışdığı sözlər də var ki, onu populyarlaşdırır. Məsələn, bu deyir ki, əlimdə səlahiyyətim olsa məscidləri sökərəm, yerində məktəb tikərəm. Yəni dindarları pis deyir. Deyir ki, mən ən çox dindarlar alladıb da. Amma adam dindarlığına dini darlığı başa düşmür də. Zaten dindarların kitabında nə yazılır ki? Aldatmayın, pul atmayın başqasına, pislik eləməyin. Əgər sənə bir adam dindaram deyibsə, gəlib pul atıbsa, pislik eləyibsə, bu deməli dindar deyil. Sən bunu niyə dindar adlandırırsan? Məsələn, mən özümə muğam ustası deyə bilərəm. Gəlib deyə bilərəm ki, mən muğam ustasıyam. Ağzımı açıb iki kəlmə danışandan sonra görəcəksiniz ki, mənim səsim yoxdur. İndi mən muğam ustası oldum. Yəni dindarlıq pis oldu, yoxsa özünə dindar deyən adam pisdir.